Azərbaycan ədəbiyyatına daha bir töhfə verilib. Bu dəfə oxucuların görüşünə gələn iki yeni kitabın müəllifi həm jurnalist, həm də şairdir. Xəyal Əlifzadənin 4-cü və 5-ci kitablarının təqdimat mərasimi keçirilib. Tədbir şairin qələm dostlarının təşəbbüsü ilə baş tutub. Müəllif bildirir ki, yaradıcılıqla 10 yaşından məşğuldur və artıq 41 ildir ki, qələm onun həyatının ayrılması hissəsidir. Kitablarından biri şeirlər toplusudur. Vətən, şəhidlər, Xocalı, 20 yanvar mövzularına əhatə edir. Digəri isə müəllifin xatirələrindən və düşüncələrindən ibarətdir. Şair yeni nəşrlərin oxucular tərəfindən maraqla qarşılanacağına inanır. Kitablardan biri sırf şeir kitabıdır. İçində hər mövzudan təmsili də var, qəzəli də var, qoşması da var, gəraylısı da var. Ağlınıza gələcək hər bir formada sərbəst şeir, heca vəzni və digəri isə demək olar ki, düşüncələr, hekayələr, xatirələr. Bu da mənim bir-iki qısa hekayələrlə başlamışam və içində bir oçerk var ki, o da ancaq öz həyatımdan bəhs edir.